çalışın. Ramazan ayına daxil olmamış. Həm Allahın haqqını boynunuzdan götürün, tövbə eləyin. Həm də cəmaatın haqqını götürün. Mən indi bu sözləri deyən bir ruhani, dini xidmətçisi, sizin xidmətçiniz kimi hər Şaban ayının son cüməsində birinci özümə deyirəm bu sözü. Və sizə burada üzümü tutub deyirəm, məni eşidənlər, məni dinləyənlər. Kimin mənim boynumda haqqı varsa, səhvim varsa ki var, nöqsanım varsa ki var, Subhan Allahdır, məsum əhli beytdir. Mənə haqqınızı halal edin. Mən qiyamətdə sizlə üz-üzə qalmayayım. İnşallah mənim yaxamdan yapışmayasınız ki, mənim haqqım qalıb boynumda. Bir-birinizi halal edin. Əgər mənim də nəsə haqqım varsa, halal xoşsa olsun. Bir-birinizi bağışlayın. Küslü qalmayın, yaman olmayın. İmam nə dedi? Qəlbinizdə bir-birinizə qarşı bir şey saxlamayın. Əlvi qaldırarsan, duan qəbul olmaz. Niyə? Çünki hansı haqq var? Kiminsə xətrinə dəymisən, kiminsə incitmisən. Get qucaqla halallıq al. Nə olar ki? Utanırsan bir qardaşa dinən göndər. Dinən qardaş halal elə. Özü gələnmədi. Telefonla yaz. Eləməsə də halal narahat olma. Allah görür, bilir ki, mənim bəndəm Ramazan ayından qabaq boynunda haqq qoymadı.